Herkese salam əziz dostlar. Bugün sizlərlə birlikdə video ilə qarşınızdayım. Bu videoda yəni neçə gündür video paylaşmıram, uzun videolar gəlmir, ancaq qısa videolar gəlir. Bir dənə videom var qardaşımda 26.000 izləmə və 86 like üçün təşəkkürlər. Haydi videomuza keçək. Videomuzun konu belədir də, yəni bu Google hilələrinə baxacağıq. İlk öncə Google adı nə idi onun? Gravity yazdıqdan sonra bunu çox nəfər bilir. Toxunursunuz ekrana və ekrandakılar tərpənilir. Ekranı belə sağa sola edirsiniz, ora tökülür. Əlinizlə də belə silkələyə bilərsiniz. Bu ilk, yəni ikincinə keçək. 2-yə kedi yazdıqda ev pişiyi. Burada pati çıxır. Patiyə basırsınız və biraz kod verək. Patilər belə 3 parmağınızla toxunursunuz deyirəm. Gördüğünüz kimi pişiklər toxunur bura. Belə. Lakin patilər də olur. Burada biraz maraqlıdır. İndi ikinciyə keçək. Üçüncü daha doğrusu. Üçüncüdəki köpək balığı yazaq. Köpək balığı yazdıqdan sonra bura aşağı inirsiniz və 3D'yə girdikdən sonra biraz gözləyəcəyik. Gördüğünüz kimi belə heyvanlar var. Böyük ağ köpək balığı. Öz yerinizdə baxın. Giriş verin. Anladım. Telefonu boş sətə indirib ətrafa hərəkət etdirin. Köpək balığı yoxdur axı. Köpək balığı yoxdur axı. Hanı köpək balığı? Öz yerinizə baxın da. Telefonu boş sətə... belə. Bura. Oha, çüş. Biraz balacalaşdıraq. Bu biraz balacalı da bal. Köpək balığı gördüyünüz kimi belə evimizin içindədir. Nəysə, bu da belə. İndi dördüncüyə keçək. Dördüncü də biraz bunun kimi ola bilər. Dördüncüyə yazıq ki, hayvanlar yazdıqda da 3D yazacağıq. Hayvanlar 3D yazdıqdan sonra bir aşağı, yox bu çıxmadı. 3D model heyvanı deyəsiz. Yox, bu indi sizi göstərəcəm. İndi keçək ən maraqlısına. Ən maraqlısı yazırıq ki, spend Bill Gates money yazdıqdan sonra, məsələn, bu belə bir şeydir. Çox pulumuz milyoner olduqda nəyə xərcləyəcəyimizi kimi göstərir. Məsələn, burada istədiyimiz hər şeyə xərcləyəcəyik. Məsələn, ondan gedir pul, məsələn, onun pulu gedir. Pulumuzu xərcləməyə çalışacağıq. Bilməz. Mən ilk öncə bu özümə bir dənə şəpit, kola, bir dənə bundan, kitab bir dənə, kitab heç sevmirəm. Kitab sevirəm, amma siz sevinirəm, 2 dənə şeydim. Yemək istəmirəm, oyunları çox xoşlayıram. Siz də görmüsünüz onsuz da. PlayStation oyunlarında istəyirsinizsə, like atın, bir də abunə olun. Netflix 6 dənə, ayaqqabı milyon dənə lazımdır. Geyinirəm də, yəni lazım olur. Ayaqqabım var amma lazım olur. 5 dənə bundan. Bunun da bir 40 dənə azad eləyək də. Biraz tez eləyək, alıb sil belə. Eləyək 60 dənə. Şu 60 dənə elədik bundan da. Drone. 20 dənə drone. Telefon 100 dənə. 100 dənə telefon. Mona up bir dənə. Bundan bir dənə də bundan. Bir dənə vesabit. Keçək biz Mona Lisa'nın tablosunu görmüşdüm burada. O iddia. Ondan 100 dənə eləyə bilərəm də mən. Hanı Mona Lisa burada. 780 milyon. 100 dənə, bir dənə satırsa, bir dənə, 2 dənə. Bir dənə satır sadəcə bundan. Başqa heç nə, yəni bir dənə pulumuz satır buna. Başqa heç satmır. Buna da bir deyəsən. Buna nə qədər satır? Bütün pulumuz yetişir ki bizim. 100 dənə yox eləmir. Yox, bu qədər satmır. Nəysə, bu da belədir. Özünüz fikirləşib yazarsınız. İndi keçək o birisinə. İndi Hacker Typer simulator yazırıq. Və Hacker Typer simulatora girib burada hacker ola bilirik. Yəni, maraqsızdır amma.
Mesela bir şeyler kodlaşdırırıq. Belə bir şeydir. Sonra ada giririk. Yəni burada çox şeylər var. Bunları çox şey göstərmək istəmirəm. Hər şeyi bilir. Bütün kameralar, Azərbaycan kamera, hər şeyi yəni bilir. Yəni eləmir məncə. Maraqsız bir şeydir. İndi o birisinə keçək. Bir dənə də Google Map yazacağıq. Map. Google xəritəsi. Bu deyirlər ki, həqiqətən də 3D kimi bir şeydir. Mən bilmirdim, inanmıram. 3D. Görək həqiqətən də doğrudur, yoxsa doğru deyil. Girək. ChatGPT. Bu nədir? Reklamlar gəlir. Dünya xəritəsidir bu. Bu heç nə başa düşmədim bir dəqiqə. Bu reklamla niyə? 50 də bu reklamla. Bu ən pisidir. Yazmayan. İkincisine girək. Bu nədir? Ben hiç özümüz hərəkət elətdirmirik ki. Yəni 360 Google Maps. Bu nədir? Heç nə başa düşmürəm. Oha. Allah haqqı mən hərəkət elətdirirəm. Hara baxıram oraya. When I was training for my first marathon, I ran these steps every single day. Biraz xudun azaldı. Bu nədir? Xudun azaldıq bir dənə. Bir dənə belə gedək. Belə get də belə get. Bu nə dolu? Oy, nə qəş. Belə gedək arxaya. Başa düşmədim. Buralar haradır? Heç nə başa düşmürəm. Allah telefonu hərəkət elətdirirəm, o da ora baxır. Bilir ki, bir yerə gəlmişəm, amma heç bir şeyə xəbərim yoxdur. Nəysə, bu da belə olsun. Davamını istəyirsinizsə abunə olub, like atmayı unutmayın. Bundan sonra mən video çəkəcəm. Ya bunu sabah görəsiniz, ya da 2 saatdan sonra. Haydi görüşərik. Bay bay.